Salam, hörmətli tamaşaçılar. Edins TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Tarix Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri Cəbi Bəhramovdur. Cəbi müəllim, salam, xoş gördük sizi. Xoş gördük, teşekkür ederim. Cəbi müəllim, siz bir alim, tarixçi, Azərbaycan tarixini mükəmməl bilən bir şəxsiyyətsiniz. Və bir neçə gündən sonra erməni işğalçıları tərəfindən 28 il mühasirədə qalan Şuşanın işğal günüdür. Evet. Və bu acı Azərbaycan tarixi üçün necə qarşılandı? Birinci növbədə onu qeyd edim ki, mayın 8-də 1992-ci ildə bütün Azərbaycan xalqı üçün bəlkə də ən dəhşətli bir faciənin baş verdiyi hadisə hamımızın xatirindədir. Məsələ ondadır ki, SSR deyilən bir imperiyanın süqutundan sonra və onun keçmiş rəhbərlərinin təhriki ilə bilavasitə Qərbi Azərbaycan torpaqlarında yaradılan və bura heç də hüququ olmayan bir qondarma dövlətin təcavüzü başladı. Çünki Şuşa da daxil olmaqla Şimal Azərbaycanın, Qarabağ regionunun dağlıq hissəsini bunlar özlərinin tarixi ərazisi kimi təqdim edirlər. Və şübhəsiz ki, əgər məsələyə daha geniş spektrdə yanaşanda bu tarixi məsələləri qiymətləndirikdə bu çox bir vaxt aparan məsələdir. Amma məsələ orasındadır ki, həmin bu ərazini Sovet Rusiyasını və SSR-ni quran qüvvələr, hərçənd ki, onları mən apardığım tədqiqatlar nəticəsində belə qiymətləndirirəm ki, Sovet Rusiyası deyilən, SSR dövləti deyilən dövləti Rus milləti qurmayıb. Həmin o qüvvələr ki, demək, bu Sovet Rusiyasını və SSR-ni qurmuşlar və o da məlumdur ki, 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti dövlətini süquta uğratdıqdan sonra Azərbaycan torpaqlarını hərraca qoydular həmin Sovet Rusiyasını quranlar. Və 20-ci ilin, hətta mən sizə deyərəm ki, iyun ayından başlanan Daşnaq Ermənistan ilə danışıqlar aparan bolşeviklər nəhayət bu işğaldan sonra 1920-ci ilin noyabrın 30-undan başlayaraq ta 29-cu ilin fevralın 18-nə qədər Azərbaycanın qərb hissəsində yerləşən Zəngəzurun qərb hissəsini və o cümlədən Göyçə və digər əraziləri Ermənistan SSR tərkibinə vermişdilər. Çünki Daşnaq Ermənistanın hakimiyyət dairələri bir görüntü yaradıraq, güya ki, bunlar Sovet Rusiyasının tələblərini qəbul etmirlər. Amma əslində bütün danışıqlar zamanı, hansı ki, bu danışıqlar 1920-ci ilin iyunundan avqustun 10-na qədər aparılmışdı, məxfi olaraq aparılmışdı və bolşeviklərin rəhbərlərinin olan Orconikidze, Stalin də bu danışıqlar zamanı ermənilərə Azərbaycan torpaqlarından hədiyyə edicilərini vəd etmişlər. Necə demişlər, etdilər və qeyd etdiyim kimi 1920-ci ilin noyabrından da 29-cu ilin fevralın 18-nə qədər bütövlükdə götürəndə 20,8 min kvadrat kilometr ərazi Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Ermənistan SSR tərkibinə verdilər. Və bundan sonra isə təxminən demək götürsək, 20-ci ili götürsək, 3 il sonra həmin Qarabağın dağlıq hissəsi, o cümlədən Şuşa şəhəri daxil olmaqla bu ərazinin ermənilərə verilməsi məsələsi göndəriyə gəldi. Gətirdilər daha doğrusu. Məsələ orasındadır ki, 23-cü ilin iyununda demək, çox ağır gedən danışıqlardan sonra, hətta birinci də iyulun 5-də qərar qəbul olmuş ki, ermənilər yaşayan ərazilərin hamısını versinlər Ermənistan tərkibinə. Nərimanov buna çox sərt şəkildə
demək müqavimət göstərdi və 2 gün sonra iyulun 7-sində toplanan iclasda həmin ermənilər yaşayan əraziyə demək muxtar vilayət statusu verdilər. Bu da qeyri-qanuni idi. Çünki Azərbaycan çox millətli dövlətdir və burada bir çox xalqlar yaşayır. Sayca ermənilərdən daha da çox olanlar da var. Amma Azərbaycanın seçdiyi dövlət sistemi, unitar dövlət sistemi olduğuna görə belə bir hüququn verilməsi qeyri-qanuni idi. Bunu etmək üçün də gərək referendum keçirilərdi. Bunu da etmirlər. O cümlədən Ermənistan SSR tərkibinə verilən torpaqlar verilərkən burada da Azərbaycan xalqının fikri soruşulmayıb. Sadəcə mərkəzdən, Moskvadan verilən əmrə əsasən bilavasitə Cənubi Qafqaz demək bürosunun qərarı ilə söhbət o zaman belə adlanırdı. İmam İttifaq Bolşeviklər Partiyasının Cənubi Qafqaz bürosunun verdiyi qərar əsasında həmin torpaqlar verilmişdi. Yəni beynəlxalq hüquq nöqteyi nəzərdən bu ərazilərin verilməsi qeyri-qanunudur. Və ona görə də Şuşa məsələsinə gələndə təbii ki bu məsələni bunlar 1945-ci ilə qədər dayandırdılar. Hərçənd ki bu məsələ ilə bağlı çoxlu gizli bunlar demək planlar hazırlayırdılar və 1945-ci ilin aprelində ermənilərin Katolikossunun müavini Çörəkçiyan Stalinə müraciət edir ki, güya xaricdə yaşayan ermənilər öz vətənlərinə, vətən sözünü dırnaq içine alın. Çünki bunların vətəni deyildi bu. Və köçmə istəyini bildirir və də demək onun yazdığı məktubun altına razıyam Iosif Stalin imzasını qoyur və nəhayət demək həmin qərardan sonra 45-ci ilin noyabrında Ermənistan SSR rəhbəri Arutinov müraciət edir Stalinə və Stalin bu məsələ ilə bağlı Malenkova tapşırıq verir və Azərbaycandan yenə həmin ərazinin istənilməsi prosesi başlayır. Amma o zaman Azərbaycan SSR rəhbəri Mircəfər Bağırov çox kəskin bir münasibət bildirərək Azərbaycan alimlərini toplayır. 6 alimi dəvət edirlər bütün dövrlər üzrə. Qarabağın Azərbaycan torpağı olması məsələsini sübut edən elmi arayışı demək ona təqdim edirlər və bu məktubu hazırlayarkən Mircəfər Bağırov Stalin adına yazdığı məktubunda, daha doğrusu Malenkovun adına yazdığı məktubunda Dərbəndin, Borçalının, Zəngibasarın və digər tarixi Azərbaycan torpaqlarının Azərbaycan SSR təşkilinə verilməsini tələb edir və Şuşa istisna olmaqla bilavasitə ermənilər yaşayan digər ərazilərin Ermənistan SSR təşkilinə verilməsinə bu şərtlərlə razı olduğunu bildirir. Stalin bu gördükdə, həm də o arayışı oxuduqdan sonra üstünə yazır ki, bu məsələyə bir daha qayıdılmasın və bu sənəd köhnə bolşeviklərin arxivinə verilsin. Yəni rədd edilir bu məsələ, amma ermənilər bundan əl çəkmir. Bu məsələ mütəmadi olaraq 56-cı ildə, 59-cu ildə, 62-ci ildə, 63-cü ildə, 67-ci ildə qalxıb ermənilər hər cür təxribata əl atır. Və nəhayət 72-ci ildə, 77-ci ildə və nəhayət 1987-ci ildə mühasirəyə qayıtdılar və təbii ki ermənilər SSR rəhbərliyinin bilavasitə himayəsi ilə bu cinayətə əl atırdılar. Bu elə sadə məsələ deyildi. Ona görə də digər bir tərəfdən axı bu ərazidə yaşayan əhalinin tam əksəriyyəti Azərbaycanlı idi. Və buna görə də bunlar hətta mən sizə deyim ki 1961-ci ildə Ermənistan SSR-in atlasını tərtib ediblər. Bu atlasda demək 15 xəritə daxil olub. Bütün demək bu tarixi ərazilərin hamısını tarixi saxtalaşdırıb xəritələrdə. O cümlədən həmin atlasda Şuşa Ermənistan şəhəri kimi göstərilib. 61-ci ildir. Yəni bunu o vaxtı SSR rəhbərləri bilirdi. SSR rəhbərliyində də onların nümayəndəsi olan Mikoyan, hansı ki 1918-ci ildə Türkmenistanın indiki Türkmenbaşı şəhərində o həbsdə olarkən Şamiyanın bir yerdə. Şamiyanı da xilas ediblər dırnaq içində. Bu da oradan qaçıb gəlib. Həmin adamın özünün də bilavasitə Xruşçova çox böyük təsiri var idi. Amma onu da qeyd edeyim ki, SSR rəhbərlərinə Xruşçov bu məsələdə
ermənilərin təşrifi ilə qətiyyən razı olmur, onu rədd edir. Və nəhayət, demək, bu 77-ci il məsələsinə gələndə, o zaman Azərbaycan SSR-in rəhbəri, həm də Heydər Əliyev o cümlədən siyasi büronun üzvlüyünə namizədidir. Bu məsələ qalxanda, o zaman demək, tarix elmləri doktoru, professor, sonradan Elmlər Akademiyasına akademik seçildi. Mərhum alim Müz İqrar Əliyevə müraciət edir. O arayış hazırlayıb 41 səhifəli onu təqdim edəndən sonra Mərkəzi Komitədə o müzakirə olunur və Ulu Öndərimiz o zaman Brejnevin qəbuluna gedir və bu qərarın, bu təklifin ləğv edilməsi məsələsini çox kəskinliklə qoyur və yenə rədd edilir. Amma 1987-ci ildə bu məsələ qalxanda Ulu Öndərimizin o vaxt SSR rəhbərliyindən uzaqlaşılmasından sonra Qarbaçov bilavasitə öz ətrafında olanların həm də Qərbin razılığı ilə belə bir məsələnin müzakirəsinə demək imkan verir və Azərbaycan xalqının bu demək məqamda çox böyük müqavimətinə rast gəldi. Çox təəssüflər olsun ki, Heydər Əliyevin Azərbaycanda olmaması, belə bir çox təcrübəli bir dövlət adamının Azərbaycanda olmaması, onun təcrid edilməsi, ona qarşı edilən təhdidlər və hətta ölümlə hədələmək cəhdləri bu bizə tarixdən məlumdur. Və onun özünün də çıxışlarında bu məsələ öz əksini tapıb. Hətta 87-ci ildə mayın 11-də ona sui-qəsd edilir. Onun içdiyi kofenin içinə ürəkdə çox böyük miqyasda infarkt yaradılır, dərman atırlar. Bu tapşırığı Qarbaçov vermişdi. Və bunun icrası da Khrushchevin rəhbərliyi ilə Şazov tərəfindən həyata keçirilməli idi. Bütün bu məlumatlar bizdə var. Bütün bu tədqiqat işləri aparılır və bizdə var bunlar. Onun istinad edərək bunları söyləyirəm. Və nəhayət o 90-cı ildə Azərbaycan xalqına qarşı cinayət törədilən zaman o gəldi öz etirazını Azərbaycanın nümayəndə bildirəndən sonra o 90-cı ilin iyulunda Azərbaycana qayıtdı. Amma o həmin müddət ərzində 90-cı ilin yanvarından həmin ilin iyuluna qədər olan müddətdə ona çox sayılı miqdarda təhdidlər, bəli, ultimatumlar verilmişdir ki, sən Azərbaycana qayıda bilmərsən. Amma o xalqının iradəsinə söykənərək vətənə qayıtdı və nəhayət 1991-ci ildə sentyabrda o Naxçıvan Ali Məclisinin sədri seçiləndən sonra həm də o zamanki mövcud qanunlara uyğun olaraq həm də Azərbaycan demək Ali Sovetinin sədr müavini vəzifəsi ona verilir. Çünki bu Muxtar Respublikanın demək rəhbəri kimi bu hüququ vardı. Çoxlu maneələr törədildi. Amma buna baxmayaraq o artıq 91-ci ilin noyabrında Azərbaycan xalqının dövlət rəhbərlərinə qarşı çox böyük bir cinayət törədildi. Demək, görkəmli dövlət xadimləri Qaradağ demək kənd üzərində vuruldu. Qaradağlı faciəvi ki, bilavasitə bir-birinin ardınca gəlir. O demək, vertolyotun vurulması, dövlət xadimlərinin məhv edilməsi onu göstərir ki, əgər mən bunu apardığım uzun müddətli tədqiqatlar əsasında deyirəm ki, Heydər Əliyev kimi bir insan Azərbaycanın rəhbərliyində olsaydı, bu faciələr demək olar ki, baş verməzdi. Çünki ondan sonraki hadisələr, 93-cü ilin iyunun 15-dən sonra onun Azərbaycan rəhbərliyinə qayıtması və məsələləri çox təmkinlə və uzaqgörənliklə həlli bu fikri təsdiq edir. Ona görə də 1991-ci ilin yanvarın 1-dən ermənilər Qarabağ regionunun özünü və onun ətrafında olan torpaqların işğal planını hazırladı. Bu işdə Rusiyanın o zamanki keçmiş SSR-in rəhbərliyi Qarbaçov və Rusiya Federasiyasının rəhbərliyi Yeltsin bu işə bilavasitə razılıq vermişlər və hərbi nöqteyi nəzərdən, siyasi nöqteyi nəzərdən Ermənistana, ermənilərə yardım göstərdi. İndiki sənədlər ki, üzə çıxır, xüsusilə də indiki həmin o canilərin məhkəməsində həmin canilərin özləri etiraf edirlər və Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan və digər həmin o cinayətkarların fəaliyyəti ilə bağlı çox sayılı
demək ki, video görüntülər var. Kocaman jurnalistimiz Allahverdi Əsədovun çəkdikləri video görüntülər var ki, onlar bu tarixi həqiqəti sübut edir və Qarabağ insanların, Qarabağ əhalisinin demək böyük əksəriyyəti, tam əksəriyyəti bu ağır vəziyyətdə Azərbaycana rəhbər olacaq bir şəxsin adını seçdi. Bu da Ulu Öndərimiz Heydər Əliyevdir. Və bunu da gizlədirdilər. O zaman Azərbaycanın rəhbərliyində olan Moskvanın bütün tapşırıqlarını belə məmnuniyyətlə yerinə yetirməyə hazır olan şəxslər bu məsələlərin xalqa çatdırılmasına imkan vermirdilər. Bu da fakt. Ona görə də 91-ci ilin yanvarından başlayan işğal, Qaradağlı faciəsi, sonra Kərkilcahanın işğalı, Xankəndinin işğalı və bütün bunların hamısı göstərirdi ki, bu faciəyə gedir. Artıq o vaxtlar onu daxilimizdə satqınlar var idi, deyil mi? Şübhəsiz elədir. Bilirsiniz nəyə görə deyirəm? Bir faktı xatırladacağım. Biz 19-cu əsr sənədlərini araşdırırkən Ruslar, Çar hökuməti burada məktəblər açarkən demək bu akaklarda var. Demək, akak nədir? Demək, Qafqaz Arxeografiya Komissiyasının akları deyilən sənəddir. 13 kitabdır, 12 cilddir. Onun 4-cü cildində belə bir məsələn, qəza məktəbləri açırlar. Deyir, bizim burada məqsədimiz odur ki, Rusiyaya xidmət edəcək məmurlar yetişdirmək. Görün, 200 il bundan əvvəl deyilən söhbətdir. Və həmin ənənə Sovet Rusiyası tərəfindən daha dəhşətli şəkildə həyata keçirir. Mən sizə onu da xatırladım ki, Çar Rusiyasının törətdiyi cinayətlərlə SSR dövlətinin törətdiyi cinayətləri müqayisə edəndə SSR-nin bir dövlət olaraq törətdiyi cinayətlərin miqyası görünmür. Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin miqyası görünmür. Və həmin məmurları da, həmin manqurt məmurları da adlarını çəkmək lazımdır. Vəzirovudur, Mütəllibovudur və bir çoxları idi ki, hansı ki, bilirsiniz, Moskvanın, belə deyək də, səsi gələndə, necə deyirlər, bunların canına üşütmə düşür. Amma onların qarşısında Moskva kimi bir yırtıcı qüvvənin qabağında dura biləcək bir şəxs varsa, o da Ulu Öndərimiz Heydər Əliyevdir. Və bunun yenə sonraki gedişat, onun 10 illik dövlət başçısı kimi fəaliyyəti bunu deyilən fikri bilavasitə təsdiq edir ki, əgər o Azərbaycanda olsaydı, yəni Azərbaycan xalqı bu qədər miqyasda faciələr yaşamazdı. Və Şuşanın alınması, yenə deyirəm, darısı işğalı, hakimiyyət uğrunda gedən, ümumiyyətlə dövlət işindən xəbər olmayan, onların bir neçəsini mən tanıyırdım. Şəxsən tanıyırdım. Yəni bunların ümumiyyətlə heç elmidə də bir sərişləsi yoxdur. Qaldı ki, dövlət işində. Onların hakimiyyətə gətirilməsi, onların bilavasitə addımlar son nəticədə 1993-cü ildə iyun 4-də faciə ilə nəticələndi. Buna görə də Şuşanın işğalı və hənət 1992-ci il mayın 8-i bizim üçün belə deyəndə bu bir qara gün kimi düşmüşdü tariximizə. Və nəhayət 2020-ci ilin noyabrın 8-də dövlətimizin başçısı, Ali Başkomandan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müqəddəs Azərbaycan şəhəri erməni faşistlərindən azad edildi. Şuşa hər bir Azərbaycanlı üçün müqəddəs şəhərdir. Bu mədəniyyətimizin mərkəzi olmaqla bərabər, həm də əcdadlarımızın çox böyük bir istək arzu ilə əsasını qoyduqları bir şəhərdir. Və burada bir faktı xatırladım ki, Ulu Öndərin babaları, adlarını da çəkirəm, Cömərd və Alagöz Məhəmməd, bunlar demək, Pənahəli xan Şabanşirlə bir yerdə 1748-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən Qarabağa gəliblər. Və Pənahəli xan Şabanşir bir il 6 ay müddətində və Zəngəzur dağlarında məskunlaşıb. Bu da faktdır. Çünki tarixi mənbələr bunu təsdiq edir. Və Şuşa şəhəri salınarkən hər ikisi, yəni istər Cömərd, istər Alagöz Məhəmməd, bunlar hərbiçilərdir. Və Qarabağ ordusunun, xan ordusunun yaradılması onların böyük əməyi vardı. Şəhərin özürü qoyularkən o yerin seçilməsində həm Cömərd və demək Alagöz Məhəmmədin xidmətləri vardı. Bu tarixi həqiqətdir. Ona görə də bir insan olaraq həm də bilirsiniz ki, Ulu Öndər Şuşa şəhərinə xüsusi diqqət yetirirdi.
onun yenidən qurulması Azərbaycan SSR rəhbərliyi dövründə, orada mədəniyyət abidələrinin bərpası, bəli, onun demək, şəhərin bir mədəniyyət mərkəzinə çevirməsində onun çox böyük xidmətləri var. Onun üçün də o çıxışında, qaçqınlarla görüşündə çıxışında deyir ki, yəni biz bu ərazilərə və rayonların bir-bir adlarını çəkirik, qayıdacağıq və qayıtdıq da. Və yəqin ki, yadınızdadır, Xarı Bülbül festivalı keçirilərkən onun o çıxışını verdilər və cənab prezident də çox duyğulandı. Məsələ orasındadır ki, o şəhərin işğalı hər birimiz üçün bir zərbə idi. Hər birimiz üçün bir faciə idi. Amma şükürlər olsun, qəhrəman Azərbaycan əsgərlərinin demək, cəsarəti, onların şücaəti nəticəsində biz o müqəddəs şəhəri və bütövlükdə götürəndə Qarabağı erməni faşizmindən azad etdik. Məsələnin maraqlı tərəfi odur ki, biz bu əməliyyatla 1805-ci ildə imzalanan Kürəkay müqaviləsi, mən bunu həmişə o zaman Azərbaycanın kürəyinə sancılan bir xəncər hesab edirəm. O xəncəri çıxartdıq və 1813-cü ildə imzalanan Gürcistan müqaviləsi var. Həmin orada xəncəridir. Çünki İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycanın əraziləri Rusiya tərəfindən işğal olmuşdu. Həmin Gürcistan müqaviləsində. Həmin o Gürcistan xəncərini də biz çıxartdıq və bununla bütün demək olar ki, öz bütün ərazimizdə 2023-cü ildə həyata keçirilən 23 saatlıq hərbi əməliyyat nəticəsində Xankəndini və ətrafındakı olan əraziləri azad etməklə bütün ərazimizdə suverenliyimizi bərpa etdik. Bu artıq Azərbaycan xalqının özdə elə bir əməliyyat həyata keçirildi ki, orada qarşı tərəfdən bir mülki şəxsində burnu qanamadı. Bunlar çox bəhanələr axtarırdılar. İndi də atıblar ortaya, güya onlar oradan deportasiya ediblər, güya orada sürgünüblər. Hamısı yalan və böhtandır. Bunun başqa adı yoxdur. Onlara hətta həmin sərhəd, demək, şərti sərhəd məntəqəsindən keçərkən, demək, müvəqqəti Ermənistan deyilən əraziyə keçərkən, bu bizim polislərimiz, əsgərlərimiz gedən ermənilərə hətta su verirdilər, yemək verirdilər. Yəni orada hər hansı bir demək, məcburiyyətdən, təzyiqdən, onların oradan çıxmasına özləri etiraf edirdilər ki, bizə bu cinayətkar rəhbərləri bunu İndi əsir məhkəməsi gedir. Bunu bütün dünya izləyir, beynəlxalq aləm izləyir. Hər bir vətəndaşımız izləyir və terrorçulardır. Ora toplaşanların hamısı terrorçular. Onlar hərbi cinayətkarlar. Hərbi cinayətkarlar, terrorçular, qan içən insanlar ki, bir insanın insana nə edəcək, biləcək ən son bir hadisələri törətmiş insanlardır. Və bu günləri biz Şuşanın işğalı ilə, Şuşanın azadlığı ilə danışanda, biz Şuşanın işğal vaxtı o qədər ruh düşkünlüyü vardı ki insanlarda. Yəni Şuşa getdisə bütün Qarabağı itirmiş hesab elədik biz. Çoxlarında belə fikir yaranmışdı, amma mən onu bilirəm ki, ulu öndərimiz, hətta yadımdadır parlamentdə müzakirələr zamanı o çox əsəbi şəkildə bunları sadalayırdı ki, bax, Şuşa işğal olunub, Laçın işğal olunub, digər ərazilər işğal olunub, nə etmirsiniz? Yəni bu deməkdir ki, bu insan o qədər buna həssaslıqla yanaşırdı ki, həyatının da mənasını bu məsələnin həlli üçün bir, belə deyim də, bir zaman sayırdı, vaxt sayırdı ki, Allah bu ömrü versin ki, mən bunun məsələnin həll edə bilim və o məsələnin həllinin özrünü qoydu. 10 il müddətində bu özrünü qoydu. Mən bilirəm ki, məsələn, 94-cü ildə Budapeşt, ATƏT-in Budapeşt sammitində, 96-cı ildə dekabrda Lisabon şəhərində ATƏT-in zirvə toplantısında həmin o qərar qəbul olundu. Onun çox böyük bir diplomatik qələbəsi idi. Və nəhayət beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünün təsdiq olunması istiqamətində atdığı adamlar, bu adam 468 səfər edib.
Və burada hər addımında Qarabağ məsələsi idi və onu da qeyd edeyim ki, bu məsələnin həlli üçün bəli, bu müddət çox ağır keçdi, uzun keçdi. Amma Azərbaycan xalqı demək buna nail oldu və ona görə də cənab prezident noyabrın 8-də gedib onun demək məzarı önündəki raport verində ki, ata vəsiyyəti yerinə yetirildi. Onu deməyə əsas verir ki, bəli, o belə bir vəsiyyət etmişdi və cənab prezident də bunu yerinə yetirdi. İndi dünyada Azərbaycanla hesablaşan, əvvəllər hesablaşmayan, indi artıq məcbur olub hesablaşan dövlətlər var ki, bir çox məsələlər əlində Azərbaycansız keçinə bilmirlər. Görüşləri burada keçirirlər, barışmaları burada keçirirlər. Çox təşəkkür edirəm sizə. Mən də sizə təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Texnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri Cəbir Bəhramov idi.